Bizimkilər elə bilir ki, uşağına nə istəsə alsa, uşaq xoşbaxt bir uşaqlıq yaşayacaq. Yox. Sən uşağın nəfsini doyuzdurursan, bir əjdaha böyüdürsən uşağın içində. Nəfs elə bir əjdahadır ki, nə qədər qurbana, təpəgöz, bizim nağıllarda təpəgöz var ha. Bir eli obanı yeməyə hazırdır. Yəni, Kitab Dədə Qorquddan da, amma başqa nağıllarımızda da tif var. Məsələn, çayın qabağını kəsir. Məlik Məmməddə də var idi səhv eləmirəmsə. Hə. Nə bilim, ona hər dəfə bir qız vermək lazımdır. Yeyir onları, nə bilim. Bu şeylər nəfsin simvoludur. Nə qədər sən bu divi yedizdirirsən, yedizdir, div olaraq qalacaq. Böyüyəcək, sənə əngəl olacaq. Bir basat lazımdır göndərəsən ki, bu təpəgözü öldürsün. Onun tək gözü ki var ha, egoist gözü, ancaq özünü görən gözü. Onun gözünü çıxarmaq lazımdır ki, təpəgözü ölsün. Yoxsa daha çox şey istəyir. O obraz Siklop obrazından gəlir, Yunanlardan köçüb gəlibdir. Odisseyada səhv eləmirəmsə var, Homerdə. Oradan köçüb gəlib Kitab Dədə Qorquda ehtimal ki, bizimkilər də onu mənalandırıblar. Yaxşı da mənalandırıblar. O tək göz olmalıdır. Çünki o egoistdir, ancaq özünü görür. Onun gözünü dağ eləmək lazımdır ki, o bu fəaliyyətindən qurtarsın. Ona görə də uşağa yox deməyi də öyrənmək lazımdır. Nəyi, necə yox. Sən uşaqdan özünə sədaqətli, el üçün, oba üçün ləyaqətli bir evlad böyütmək istəyirsənsə, sən gələ uşağa ləyaqət öyrədəsən. Əxlaq öyrədəsən. Əxlaq sənədən başlayır. Bax, bu meyvələri yeyə bilərsən, bu meyvədənsə yeyə bilməzsən. Bax, o Adəmin əhvalatı, o əxlaq inşasının birinci dərsidir.